Azərbaycan şahmat üzrə Avropa çempionatını 4-cü dəfə uda bilər. Söhbət kişilərin komandasından gedir. Batumidə keçirilən bu yarış müəyyən qədər Fransa-Azərbaycan futbol oyununun kölgəsində qalıb. Amma çox nahaq yerə fikir verin komandamız necə oynayır. Heyət çox güclüdür, cavanlarımız da var. Amma Şəhriyar Məmmədiyarov bu komandanı lider olaraq öz arxasıca apara bilir. Dünənləri Ermənistan üzərində qələbə qazanıblar və həlledici də qələbəni məhz Şəhriyar qazanıb. Komanda 3-cü yerdədir. Tariximizdə 3 dəfə Avropa çempionatını udmuşuq və deyəsən 8 ildən sonra 4-cü dəfə çempion ola bilərik. Qızların komandasını da qeyd eləyək. Onlar da Ermənistan üzərində qələbə qazanıb şanslarını artırdılar. 5-ci yerdə gedirlər. Və yenə də Ülviyə Fətəliyevanı qeyd etmək istərdim. Komandanın liderini 4 yarım xal toplayıb indiyəcən keçirilən turlarda və özünü çox yaxşı göstərir. Komandanın lideri kimi. Komandalarımıza uğurlar.